Bugün 5 Aprel 2026-cı il tarixində keçirilən 9-cu sinif buraxılış imtahanında riyaziyyat fənnindən olan sualların izahını verəcəm. 57-ci sualdan başlayaq. 57-ci sualda bizə verilib. Əbu AB 5-ə bərabərdir. Əbub o deməkdir ki, həm A-nın, həm də B-nin vurğuları içərisində 5 var. Ortaq olaraq 5 var. Bir də hər ikisində ortaq olmayan vurğular var ki, A üçün bunu X yazıram, B üçün bunu Y yazıram. A, B-nin hasilini bizə verib 75. Onda həm A-da, həm B-də 5 varsa, deməli bunların ortaq olmayan hasilləri A və B ədədlərinin 3 olacaq. Nəyə görə? 75-i hər ikisində olan 5-ə böləcəm. Yəni 5 vur 5, 25, 75 bölünəcək 25-ə. Həlli ilə burada yazıram. A-nın yerinə 5x yazıram, B-nin yerinə 5y yazıram. 25xy bərabər olur 75-ə. Xy tapanda da 75-i bölürəm 25-ə. X və Y-in hasili olacaq 3. Və biz bilirik ki, A və B hər ikisi əbub natural ədədlərə daxildir. Onda bunların ortaq olmayan vurğuların hasili də natural ədədlərdir. Hansı natural ədədlərin hasili bizə 3 verər? Yalnız 1 ilə 3-ün hasili bizə 3 verir. Onda A ədədimizə 5x demişdik. Olacaq 5 vurulsun 1 bərabərdir 5. B ədədimizə 5y demişdik. 5 vurulsun 3 olacaq 15. Və bizdən A + B cəmini istəyir. A ədədimiz 5 oldu, B ədədimiz 15 oldu. A və B-nin cəmi olacaq 20. 58-ci sualla davam edirik. 58-ci sualda Həsən, yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Əgər mən Vüqara x desəm, Həsən olacaq 7x, onun 7 misli. Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni Həsən Əlinin qazanma ehtimalının sualın, bilmirəm nədir, 2 mislidir. 2-yə vuranda 7x edibdir. Onda deməli Əlini tapmaq üçün tənliyi həll edirəm və tapıram ki, Əli 3,5 x-dir. Hər birini 2-yə vururuq. 14, 7 və 2x. Qazanma ehtimalları tam ədəd olmalıdır. Onda bizdən Əlinin ehtimalını, qazanma ehtimalını istəyir. Ehtimal düsturu bərabərdir. Əlverişli hallar bölünsün mümkün hallar. Mümkün hallar ümumi ehtimalların cəmidir. 14x, 7x və 2x. Əlverişli hallar isə bizdən Əlini soruşur. Əlinin ehtimalını yazırıq. Qazanma ehtimalını 7x bölünsün 23x. X-lar ixtisar gedir. Doğru cavab 23-də 7 C variantı. 59. 59-cu sualda bizə deyir ki, y bərabərdir 5x çıxılsın 17 funksiyasının qrafiki üzərində yerləşən ordinatı, yəni y bərabərdir 3 olan nöqtənin absisini tapın, yəni x bərabərdir sual. Verilən funksiyada y-in qiymətini yerinə qoyuram və x axtarıram. Onda 17-ni əks işarə ilə keçirirəm 3 olan tərəfə, 20 bərabərdir 5x-a, x-i tapmaq üçün 20-ni bölürəm 5-ə, x edir 4. Nöqtənin absisi, yəni x 4-ə bərabərdir. Sual 60-dan davam edirik. Dairənin radiusunu 5 dəfə artarsa, onun sahəsi neçə dəfə artar? Dairənin sahə düsturu pi r kvadratıdır. Pi burada sabitdir. Dairənin sahəsi radiusun kvadratı ilə düz mütənasibdir. Radius 5 dəfə artarsa, sahə 5-in kvadratı qədər, yəni 25 dəfə artar. Cavab B variantı. 61-ci suala baxırıq. Əbub 30, 36. Əbubu tapmaq üçün mən 30-u və 36-nı sadə vurğulara ayırmalıyam. 2-yə bölürəm 15, 3-ə bölürəm 5, 5-ə bölürəm 1, 2-yə bölürəm 18, 2-yə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. Ortaq olan vurğular 2, 2, 3, 3. Ortaq olan vurğularımız 2 və 3-dür. 2-ni vururuq 3-ə, əbub edəcək 6. Cavabımız 6. Sual 62. Düz xəttdən 4 cm məsafədə yerləşən
nöqtədən düz xəttə hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilib. Düz xətti qeyd edirəm. Məsafə perpendikulyar olur. Tam perpendikulyar şəkildə 4'tü uzunluğu. Hər birinin uzunluğu 5 olan 2 dənə mail çəkirəm. 5, bu da 5. Maillər bir-birinə bərabər olduğu üçün burada bərabər yanlı üçbucaq yaranır. Bərabər yanlı üçbucağın hündürlüyü həm də onun medianıdır. Ona görə də tərəfləri bərabər bölür. Və burada 2 dənə düzbucaqlı üçbucaq yaranır. Bu düzbucaqlı üçbucağa Pifaqor teoremi tətbiq edirəm. X-in kvadratı üstəgəl 4'ün kvadratı bərabərdir 5'in kvadratına. 25'dən 16'nı çıxıram. X kvadratı bərabərdir 9'a. Buradan da X-i tapıram 3. Çünki 9 3'ün kvadratıdır. Burada 3'dür, burada 3'dür. Və maillərin oturacaqları burada. Maillərin oturacaqları arasındakı məsafəni istəyir. Maillərin oturacaqları arasındakı məsafə 3 üstəgəl 3 edəcək 6. Doğru cavab E variantı. Ümumiyyətlə imtahanda vaxt itirməmək üçün birbaşa Pifaqor ədədlərini də qeyd edə bilərsiniz. Pifaqor ədədləri 3, 4, 5. 3, 4, 5. 63. 63-cü sual həndəsə nəsil anlayışlarına aid. A, C və B. A, B parçası verilibdir. A'dan C'ye 7'dir, C'dən B'ye 14'dür və sizdən A-B'ni istəyir. A-B'ni tapmaq üçün AC ilə C-B'ni, yəni A-B parçası 2 hissəyə ayrılıbdır. Həmin hissələri toplamalısınız. Edəcək 21 D variantı. 24-cü suala baxırıq. 64-cü suala baxırıq. 64-cü sualda 2 kök altında 25, kök altında 16 və 2 kök altında 9. Kök altında 25'dən 5 çıxır, çünki 5'in kvadratıdır. Kök altında 16'dan 4 çıxır, çünki 4'ün kvadratıdır. 9'dan da 3 çıxır, çünki 3'ün kvadratıdır. Əvvəlcə vurmaları yerinə yetiririk. Daha sonra sırayla 10 çıx 4, 6, 6 üstəgəl 6, 12 D variantı. 65-ci sualla davam edirik. 65'də bizə sistem tənlik verilibdir. Əvəz etmə üsulundan istifadə edəcəyik. Y bərabərdir 2x-a. Yəni ikinci tənlikdə gördüyümüz y-in yerinə 2x yazacağıq. 5x üstəgəl 2x bərabərdir 21'ə. 7x bərabərdir 21'ə. X-i tapanda 21'i bölürük 7'ye, x edir 3. Y-i də tapmaq üçün y bərabərdir 2x-da, x-in yerinə 3 qoyuram, y olur 6. 3 və 6 nöqtələri. Doğru cavab D variantı. 66-cı sualla davam edirik. A bərabərdir bizə verilib 4'də 1. 3 üstündə mənfi 2A vurulsun, 3 üstündə 6A. Bərabərdir, üstlər toplanır. Edəcək 3 üstündə 4A. A'nın qiymətini gətirib qoyuruq yerinə. 4 vurulsun 4'də 1. Edəcək 1. 3 üstündə 1, 3'ə bərabərdir. 67. 67-ci sualda kvadratlar fərqi var. 2x çıxılsın 1, 2x üstəgəl 1. Burada kvadratlar fərqi var ki, A 2x'dir, B də 1'ə bərabərdir. Onda 2x'in kvadratı, yəni A'nın kvadratı çıxılsın B'nin kvadratı və bu mənfini nəzərə alaraq 4x'i mörtəziyə vurub açırıq. Bərabərdə 35'ə. 2x'i kvadratı yüksəldirəm 4x'in kvadratı. 4x kvadratlarının biri müsbət, biri mənfi olduğu üçün islah gedir. 12x bərabərdir 35 üstəgəl 1'ə. 12x bərabərdir 36'ya. X-i tapanda 36'nı bölürəm 12'ye, x edir 3. Doğru cavab C variantı. Sual 68. 30 hektar əkin sahəsi, bu bizim 100%'imizdir. Əvvəlcə yəni 100%'dir. Artdı oldu 42 hektar. Bu dəfə bilmirik neçə faizdir. X-i tapmaq üçün 42'ni vururam 100'ə, bölürəm 30'a. İxtisar edirəm, edir 140%. Əvvəlcə 100% idi, indi oldu 140%. Deməli, mən 140%-dən 100%-i çıxaram və taparam ki, bu 40% artdı.